Peyğəmbər ki, İmam Hüseyni qucaqladı, öpdü, ağladı dünyaya gələndə. Xanım Fatimə salamun aleyha dedi ki, atacan niyə ağlayırsan? Nədir dərd, nə məsələdir? Dedi, qızım Zəhra, bu Hüseyni şəhid edəcəklər. Onda xanım Fatimə çox ağladı. Ağlayandan sonra dedi, atacan mən onda olacağım, sən olacaqsan. Dedi, qızım nə sən olarsan, nə mən olarıq, heç birimiz. Dedi, bəs onda Hüseynimə kim yaz saxlayar? Dedi, qızım narahat olma, kişilər bir yerə yığışar, qadınlar bir yerə yığışar, elə hey ağlayarlar. Onda xanım Fatimə dedi ki, mən xanımları şəfaət eləyərəm, Peyğəmbərdir, mən kişiləri şəfaət eləyərəm. Biz xülasə əhl-i beytdir, biz siz şəfaət eləyərik. Yəni bu gün siz xanım Fatimənin o bir istəyi ki vardı, ona cavab verməyə gəlmişsiniz. O ki dedi, bəs kim gəlmişik deməyə Zəhracan, biz gəlmişik ya, biz hər il, biz xanım indi deyirəm sənə buradan, nə qədər ömrümüz olsa, biz bu qapıdan əl çəkmərik. Nəsib eləsə Allah. Xanım, sən bil bizim arzumuz elə sözümüz budur. Son anda da can üstündə dolanda İmam Hüseynindən xanım Fatimə səndən danışaq dünyamızı dəyişir. Bizim istəyimiz